Bugünkü qonağımız Dost şirkətində CEO və marketinq üzrə menecer kimi çalışan Müzəffər Qaraxanlıdır. Biz fikirləşirik ki, Google gəlir sözlərə baxır və başa düşür ki, söhbət necə gedir. Əslində isə tamamilə başqa bir logika var arxada, tamam başqa modellər işləyir. Güvənli mənbələr var ki, onların yazdığına Google inanır və onun yazdığını sənin önünə çıxardır. Dolayısıyla sənə düzgün məlumat vermək istəyir Google. GPT-də bu yoxdur. Bu sualın cavabını həmin o müəllimlər onda cavab versin. Ciddi problemdir. Ciddi problemdir. Texniki bilik çox zəifdir. Yəni prosta hamı nəsə bloq oxumaq, bloq yazmaq öyrənir, amma arxada məntiq heç o deyil, yəni ümumiyyətlə o deyil. O olub 2014-ə qədər. Your Money Your Life-a görə, dünya protokoluna görə sən bettingdə, vətibdə və sığortada, bir də içkidə reklam qoya bilməzsən. Salam hamıya. Bu gün iTalks Azərbaycan növbəti çəkilişidir. Bugünkü rubrikamız Tech Bridge-dir və bugünkü qonağımız Dost şirkətində CEO və marketinq üzrə menecer kimi çalışan Müzəffər Qaraxanlıdır. Müzəffər bəy, xoş gəlmisiniz. Xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun təklifimizi qəbul elədiniz. Müzəffər müəllimlə uzun müddətdir biz danışıqlar aparırdıq. Yəni bu podkastda həqiqətən də çox hazırlaşırdıq, özü də hazırlaşırdı. Belə deyim də uzun müzakirələr apardıq. Mən də xoş gəlmişəm, sən də xoş gəlmisən. Operatorumuz da xoş gəlib. Operatorumuz da xoş gəldi. Yeni yerləri xeyirli uğurlu olsun. Yenə götürdülər. Yox, təzə bir yer də götürüblər. Təzə bir yerdə uğurlu olsun inşallah. Allah yaxşı, Allah yaxşı. Müzəffər bəy, yenidən xoş gəlmisiniz. Sağ olun ki, dəvətimizi qəbul elədiniz. Ümid edirəm ki, bu marketinq CEO ümumiyyətlə mövzuları son zamanlar bu sosial şəbəkələrdir və s. çox gündəm olub və ümid edirəm ki, bugünkü bu yarım saatlıq, 40 dəqiqəlik bir podkastımız insanlar üçün çox maraqlı olacaq. Əslində biz də özümüz bir kontent yaradan bir podkast olaraq, həmçinin şirkət olaraq düşünürəm ki, bizim üçün də faydalı olacaq. Ona görə istəyirəm vaxt itirmədən, Kamran ilə adət-ənənəni də pozmadan. Bəli, əminəm ki, həm bizim üçün, həm izləyicilər üçün çox faydalı olur. İnşallah. İlk belə deyək də, provokasiyalı sual da olmasa, nəyə görə Azərbaycanda SEO üzrə remote iş tapmaq olmur? Əvvəlcə çox sağ olun dəvətinizə görə. Mən burada olmaqdan çox məmnunam. Remote iş məsələsində mən uzun müddətdir remote işdə çalışmışam. İndi də bəzi layihələrdə olur çalışıram. Müxtəlif millətlərlə olub çalışdığım. Remote tapmamağın ən böyük problemi birinci növbədə dil bariyeridir. Çünki bizdə Azərbaycanda dil bilmək, yəni dərdini ifadə edə bilmək, o Cem Yılmaz ilə dərdimi anlatacaq. O yetərli deyil remote iş tapmaq üçün. Çünki ingilis dilində ümumi danışıq dilindən əlavə texniki danışıq dili bu çox önəmlidir. Yəni məsəl üçün SEO tərəfdə saytın arxitekturası qurulanda sən developerlərlə danışsan, məsələn orada ERD database diaqramları qurulur və sən orada iştirak edirsən. O sən ingilis dilini o qədər yaxşı başa düşməlisən və o qədər yaxşı izah edə bilməlisən ki, o səni başa düşsün və ortadakı o marketinq timinin də istəklərini düzgün nəzərə ala biləsən. Bizdə birinci əsas məsələ dil bariyeridir. Dil bariyeri olmadığına görə o proses getmir ümumiyyətlə. İkinci məsələdə axtarış motorları bizdə o anlayış biraz tam oturuşmayıb. Yəni hələ də bizdə açar sözlərlə proseslər gedir. Yəni hələ də biz fikirləşirik ki, Google gəlir sözlərə baxır və başa düşür ki, söhbət necə gedir. Əslində isə tamamilə başqa bir logika var arxada, tamam başqa modellər işləyir. Sadəcə ya da SEO yazmaqda biz prosta elə bilirik, blog yazırıq və bu SEO-nun bir təməlidir ya da bu SEO deməkdir. Elə deyil. Avropada və ya Amerikada, indi Amerika biraz daha fərqli variasiyalar orada var. Çünki şirkətlər fərqli, rəqabət fərqlidir orada. Amma Avropanı götürsək, Avropada daha rahat rəqabət var və orada daha ciddi mütəxəssislər tələb olunur. Yəni orada blog yazan adam tələb olunmur. Orada blog avtomatlaşdırırlar. Ya da orada texniki biliyi çox yaxşı olub da dil biliyi zəif olanı axtarmırlar. Orada hər şeyi kompleks bilən adam axtarırlar və həqiqətən də alqoritmin necə işlədiyini, arxadakı o maşın öyrənmənin necə işlədiyini bilən adam axtarılır. İkinci məsələ də portfoliodur. Yəni yerli şirkətlərdə məsələn işləyir, amma portfoliosu yoxdur. Bu ciddi problemdir. Çünki portfolio dediyim nədir? Məsələn, getdim bir şirkətə, bu işi gördüm və bu nəticəni əldə elədim. Bizim gördüyüm qədər indi pis tərəflərini deməyəcəm, yaxşı tərəfləri odur ki, bizimkilər ona doğru gedir, amma ümumi olaraq daha yaxşı olar ki, nəticə göstərsinlər də. Məsələn, getdim nə şirkətə və paylaşırlar da belə diaqram gəldi, 50 klik, 1000 klik, 10.000 klik. Bunun, yəni bu heç nə demək deyil də. Necə ki, Instagramda 50.000 followers var və yəni nə olur ki 50.000-dən follow olanda ya 100.000 olanda. Nəticədə sən heç bir
satış edəmirsənsə və ya tutaq ki, kurs şirkətisən və 100 min adam səni izləyir, amma kursu 10 nəfər gəlirsə bu problemdir də. Deməli 100 min adam orada var olub olmamanın bir səbəbi yoxdur. Eynisi də trafikdir. Yəni user gəlir, saytında sən baxmırsansa o nə edir və ya bu həqiqətən saytıma gəlib hara keçib, bu ümumiyyətlə bu nə deməkdir, onu başa düşmək lazımdır. Avropada daha result oriented yanaşırlar. Yəni sən bizə nə verəcəksən və prosesləri necə aparacaqsan. Ona görə bizdə remote işə keçə bilmirlər. Ən əsas məsələ dediyim kimi bir bilikdir, dil biliyi. İkincisi ümumiyyətlə alqoritm biliyi. Yəni alqoritmi bilmirik çoxumuz. Yəni 90%-imiz başa düşmürük Google necə işləyir. Prosta kontenti yazırlar və deyir ki, bu bunun arasında bunu yaz, onu yaz. Açar sözləri gedirlər, GPT-dən götürürlər, Excel-ə yazırlar və deyirlər, kontent içində bunu yaz, proses işləyir. O qədər sadə deyil. Yəni o qədər olsaydı adamların, yəni 50 minlərlə proqramisti vardı. Bu o qədər sadə olsaydı onu niyə saxlayırdılar ki? Arxada o nə qədər modellər işləyir, nə qədər proseslər gedir. Ona görə əsas məsələ bir dil, ikinci nəticə bilmək çox çətindir. Nəticə dediyim klik deyil. Üçüncü də fikirləşirəm ki, bu alqoritm bilik, texniki bilik çox zəifdir. Yəni prosta hamı nəsə bloq oxumaq, bloq yazmaq öyrənir, amma arxada məntiq heç o deyil. Yəni ümumiyyətlə o deyil. O olub 2014-ə qədər. İndi o elə şey yoxdur, yəni tam başqa məntiqdir. İndi dil biliyi əslində çox böyük bir problemdir. Əslində o problemi biz özümüz yaradırıq. Nəyə görə? Çünki bəzi müəllimlər tövsiyə edəndə, oxudun, başa düşdün, kifayət edir. Mən hər zaman çalışan tələbələrə də deyim ki, ingilis dilini çalışın, paralel aparın. Yaxşı, o tövsiyəni verən bir müəllim varsa, belə bir sual verin. Problemlərin 80%-ni sən ingilis dilində tapa bilərsən. Oxudun, nəsə araşdırdın, problemi həll elədin. 20% problemi sən həll edə bilməyəcəksən. O zaman sən artıq dəstəyə, yəni supporta yazmalısan ki, onlar sənə geri dönüş eləsin. Ola bilər ki, onlar səninlə əlaqə saxladı. Əlaqə saxlasa sən onlarla necə danışacaqsan? Zəng eləyəcək. Bu sualın cavabını həmin o müəllimlər onda cavab versin. Ciddi problemdir. Ciddi problemdir. Ona görə tamamilə mən sizinlə razıyam ki, dil problemi bugünkü gündə də var. Buyurun, nəsə ürəyiniz doldu Elşən müəllim. Baxışlarınızdan hiss eləyirəm ki, nəsə demək istəyirsiniz, ürəyə doldu. Buyurun. Dillə işim yoxdur mən açığı. Kamran birbaşa keçdi, remote məsələsinə işə keçdi, amma ondan qabaq mən istəyərdim ki, biz məndə açığı tutaq ki da, tam SEO nədir, biz onu niyə işlədirik, bu anlayış tam formalaşmayıb. Məncə bir çoxunda da bu anlayış tam formalaşmayıb ki, yəni siz bu gün bəlkə də demirəm yuxarı səviyyəli və o kiçik və orta səviyyəli şirkətlərə getsəz, çox güman ki, bir desəz ki, mən SEO xidməti göstərirəm, tutaq ki, qiyməti 5000-dir, deyəcək, sağ ol. Yəni bunu deyəcək sizə. Deyəcək ki, mən 5000 Instagramda reklama verərəm, mən daha faydalı olar. Bu məsələni aşmaqdan ötürü ümumiyyətlə biz insanlara çatdırmalıyıq da SEO nədir və niyə mən SEO istifadə edirəm? Məsələn, mən niyə SEO xidmətindən demirəm qiyməti 5000-dir, özümə rəqəm atıram. Niyə 5000 ödəməliyəm ki, bu mənə bir faydası olar? Nə faydası olacaq? Bu 5000 mənə 10000 gətirəcəyimi? Yəni bir dənə bunu üzərindən gedək. Bir dənə real, bir dənə praktika deyim. Mənim bir dostum var. O həmişə bütün prosesləri marketinq işləri görür, klinikadır. Tipik bildiyimiz klinika, reklam qoyursan və həkimlər, endirimlər və s. Sonra mən ona dedim ki, gəl səninlə SEO işləri görək və mən saytımın ümumi işlərini optimallaşdıraq, saytı quraq və biz oradan lead əldə edək. O deyir ki, burada necə lead əldə edəcəyik? Yəni hal-hazırda da var o proses. Ona skrinlərini göndərərəm, qoyarıq aşağı, verilişin altına da. Biz orada başladıq işləri görməyə 2023-ün oktyabr ayından və indi günü bugün artıq illik 1.600.000-ə yaxın trafiki var. Trafikdən əlavə 80.000 lead alıb bu bir il ərzində. 80.000 müraciət saytdan. Sırf saytdan. Müraciət necə olur? Sayta girəndə orada görür ki, bloq oxuyursan və widget düzəltmişik orada. Widget səhə çıxır ki, həkim hal-hazırda onlayndır və bununla bağlı sualın varsa, həkimə birbaşa sual ver. Ora adam oxuyur ki, məsələn, aritmiyanı necə həll edə bilərəm, məsəl üçün. Bu da baxır ki, qabağına çıxır ki, həkim bu dəqiqə onlayndır və sual verir. O da girir, sual vermək istəyəndə nömrəni istəyir, ad, soyad, nömrə və problem. Artıq Instagramda sən $10 reklam qoyursan, tutaq ki, Esmir adında biri sənə yazır, sən prosta profilini görürsən, sən nömrə yazmır. O sən problemini də çox vaxt yazmır. Yazır, salam həkim, məndə falan balaca bir şey yazır. Amma burada ad, soyad, nömrə və problem var. Məsələn, yazır ki, uşağımın 2 yaşı var və uşağımda falan problemlər yaranmağa başlayıb. Bundan əvvəl falan yerə aparmışam və şəkillərin belə göndərənlər var. MRT-nin, KT-nin, EKG-nin və s.
birbaşa lidlərdir. Halbuki bu lidlər Azərbaycanda biz onu eləyənə qədər heç bir klinikada bu yox idi. Və 80 mindən yuxarı lid bu cür rəsmi konkret müraciət ciddi bir nəticə gətirir. Yəni insanlar Instagramda nəsə axtara bilərsən, Instagramda nəsə iş görə bilərsən, amma internet davranışı Google-da tamamilə fərqlidir. Çünki Instagramda sən bir şey axtardığın zaman 18 ay ərzində, 540 gündə belə, 18 ay ərzində sənə reklam başlayır görünməyə. Məsələn, sən girsən maşına baxsan, o maşın reklamına başlasan görməyə. Amma Google-da belə məntiq yoxdur. Google-da bu dəqiqə axtarırsansa gedirsən. Yəni biri intent, Azərbaycanca bunun açıqlaması yoxdur deyə bunu verən deyirəm. Biri intent based-dir, biri interest based. Interest based maraq dairəsinə görədir, intent hərəkətlərə görədir. Ona görə Google-un gələn müştəri daha bahalı müştəri. Dünyanın bütün yerlərində Google-dan gələn müştərinin conversion value-su daha yuxarıdır. Bu Azərbaycan da buna daxildir. Ona görə SEO nədir məsələsinə gəldikdə isə yerli şirkətlər bunu çoxsu balaca şirkətlər bilmir. Orta şirkətlər müəyyən qədəri bilir. Bu bir dilemma yaranır da müəyyən qədər. Bilən adamlar gedir, bilən dediyim məlumatı olur ki, SEO nədir. Yəni belə bir şey var, Google-da önə çıxsın. Hələ elə təsəvvür olunur, əslində elə deyil. Yəni Google-da önə çıxma söhbəti də ölür. Yəni elə bir söhbət yoxdur. İndi bunu podkast içində danışsam, daha personalized search gəlir. Yəni sənin keçmişinə uyğun search. Yəni səndə birinci yerdə çıxan eyni axtarışda məndə çıxmayacaq. Bu tamamilə normaldır, az-az üstündə işləyir. Yəni birinci yerdə çıxmaq deyil də SEO prosesi. Yerli şirkətlərdə onu tam olaraq bilmir deyə həm də azca məlumatı var, gedir prosta kimdənsə işləyir. O da mənim 300 manata, 500 manata bu işi gör. Düzdür, xidmətin dəyəri hər özünə uyğun bir dəyər qoyur, qiymət qoyur, amma çox da belə ucuz proses deyil də bu. Ona görə də gedib nə qədər ucuz işləyirlər, o da götürür ChatGPT-dən yazır, nəmin ChatGPT-dən kontenti götürür, ora atır. Yenə də hər şey çox sadəymiş kimi görünür, amma əslində belə deyil. Məsələn, bioloji təbabətdə biz heç nə GPT ilə yazmamışıq. GPT vasitə olub, yazılanlardan bir vasitələrdən olub, alət olub, amma promo GPT heç vaxt olmayıb bizdə. Çünki orada nə qədər modifikasiyalar var ki, AI-lar tutur onu, başa düşür və Google əvvəl protokolunda məsələn yazdırırdısa ki, biz istəyirik ki, insanlara fayda verən və insanlar tərəfindən yazılan kontentlər öndə çıxsın, o privacy-sində yazır. Sonra onu dəyişdi ki, insanlara fayda verən kontentləri önə çıxardıq. Yəni AI-i include eləmişdilər içinə. İndi isə artıq bir tim toplayırlar. Mən LinkedIn-də buna bağlı paylaşıram. Əməli başda insanlar gəlir və AI-i train edir. Məsələn, GPT-də comprehensive sözü var. İnsan comprehensive sözünü çox nadir hallarda işlədir. Və bunun kimi minlərlə söz var da. Girir insanlar train edir AI-i ki, burada bu AI-dir və arxada başqa bir AI başlayır onu öyrənməyə və AI yazdığı kontentlər başlayır başqa cür inkişaf eləməyə. Ona görə yerli şirkətlərdə SEO tərəfdə çox vəziyyət yaxşı deyil. Nə tər yaxşı deyil? Yəni rəqabət yoxdur birinci Azərbaycanda. İkinci biz fikirləşirik ki, internetdə axtaran yoxdur. Nə qədər belə şey olur, prosta adlarını ona görə çəkməyəm ki, ola bir şirkətin yəsi baxar, deyər ki, mənim adım necəmizə. Bu kargo sahəsində də olub, belə ümumi deyim. Xəbər sahəsində də eyni şeyi yaşadığımız olub. Ondan sonra şəxs sahəsində də olub, hüquqşünas olub, həkim olub, ingilis dili sahəsində də olub. Bir də şey, manual terapiya bu tip sahələrdə insanlar elə bir ancaq Instagramda axtarırlar, amma Google-da nə qədər axtaran olur. Yəni tip, kargo, xəbər saytlarında bunları test eləmişik. E-commerce-da da bu olub. E-commerce-da sadəcə satışa çox ciddi təsir edib də yazmaq olmuyor. Mən söhbət lead-dən gedir, mesaj lead. Ona görə çox ciddi nəticələr verir Google Azərbaycanda. Sadəcə biz hələ Instagramda, çünki Instagram bizə elə gəlir ki, çox rahat platformadır və reklamı qoyursan gedir. Amma bu burada biri çox qısa müddətli projedir, Instagram kimi. Pulu qoydun, getdi, satdın, satmanız yox. Amma SEO biraz uzun prosesdir və sən ora invest etməlisən, ora vaxt investisiyası etməlisən. Bir dənə sayt hardasa gəlib ilə 100.000 oturacaq, onun o vəziyyəti qurulması. Amma sən bunu qurandan sonra artıq o gedəcək və 5 il, 6 il üstündə çox az iş görəcəksən. Həmin o qurduğun o, məsələn, 100.000, 70.000 xərclədiyin sayt, bu da aya nə qədər düşür ki, 6-7 min manat pul düşür, halbuki orada bir tim işləyir də. Əslində belə rəqəm olaraq böyük görünə bilər, amma bu Avropada, Amerikada 10 dəfə bahadır. Yəni inanılmaz bahadır. Bundan sonra başlayırsan artıq başa düşür ki, bir 5 il, 6 il oradan nəticələr başlayır gəlməyə və uzun bir müddət sən Instagrama pul xərcləmirsən, daha ciddi nəticələr deyirsən. Yəni yerli şirkətlərdə mən düzdür yerlilərlə işləmirəm deyə çox belə gedib satmaq, heç vaxt mən xidmət satmıram da. Çünki remote işləyirəm. Bir də Azərbaycanda dost tanış olanda nəsə kömək edirəm.
Belə amma gedib xidmət satmıram. Çünki bilmirlər, bilmir deyə gözləntilərini fərqli qoyur. O da ciddi bir konfliktə gətirib çıxartmasın deyə çalışıram. Aramızda belə. Bəs ümumiyyətlə real nümunə deyə bilərsiniz, şirkətin adını çəkmədən, ümumiyyətlə Azərbaycanda olan saytlarda nələri biz səhv eləyirik? SEO üzrə. Məsələn, elan saytları hər nə tutaq ki. Elan saytı var, məsələn, Yasamalda ev satır. Tutaq ki. Hər yerə basır doldurur, Yasamal və hər yerə Yasamaldakı evləri qoyur. Ümumiyyətlə alqoritm elə işləmir. Yəni GPT kimi bir model, mən indi GPT-yə belə keçid edeyim, bir-birinə link eləyən deyə. GPT o pre-trained bir modeldir də və GPT-dəki T transformer. Həmin o transformation Google-un 2017-ci ildə yayımladığı alqoritmdir. Yəni GPT-yə onu Google verib. 2017-ci ildə Attention is all you need adında məqalə çıxır və orada GPT-nin T-sindən bəhs olunur. Sonra generative bu pre-train modelini gətirib qoşurlar ona və ortaya GPT çıxır. GPT məntiqində də GPT görürsüz siz danışanda sizə necə cavab verir. Eyni alqoritm ondan daha 10 dəfə daha yaxşı alqoritm arxada anlayır. Yəni və sən də götürüb hər yerə Yasamaldakı ev yaz. GPT-yə elə yazmırsan, GPT-yə insan kimi danışa bilirsən. Fikirləşmirsən ki, sənə insan kimi cavab verən adam səni insan kimi də anlayır. Yəni eyni şeydir. Dolayısıyla insan kimi cavab ver, insan kimi yazdığın bir sistemə bot kimi content yazırsan. Və fikirləşsən GPT ağıllıdır, Google dəlidir, amma GPT-nin developmentinin arxa transformationu Google-dur. Yəni Google yox, T modeli yoxdursa, T modeli nə işə yarayır GPT-də? Generative odur ki, özündən yaradır, pre-train odur ki, öyrənir və transformation odur ki, əlaqələndirir. Ən əsas məsələ odur. Yəni, mənə e-mail yaz, menecerimə göndərim deyirsən, o başa düşür ki, menecer kimdir, e-mail nədir, Kamran kimdir, Müzəffər kimdir, əlaqə qurur və e-mail yazır bizim adımızla. Transformation o işi qoyur. Sözlər arasında əlaqəni qurur. Məsələn, biz deyiriksə ki, Əli məktəbə gedir, çünki odan sonra o attention'dır da o. Həmin o attention'da deyir ki, odan sonra başa düşür ki, Əli məktəbə gedir və o var. Odan sonra nə ola bilər? Əli gedə bilər məktəbə, gedə bilər və odan sonra nə olur? Çünki o dərslərindən qulaq asır. Arxasındakı məntiqi başa düşə bilir. Əlinin dərsə niyə getdiyini başa düşür. Buna self-attention deyirlər. Özü-özünü hər gün update edir. Əli sabah məktəbə getməsə, o başa düşür ki, bugün Əli məktəbə getməyə də bilir. Öyrənən bir sistem var arxada. Və çox sürətli işləyən kompüter sxemasıdır. Amma biz, məsələn, Azərbaycanda hər yerə götürüb eyni şey yazırlar. Hər yerə keyword yazırlar. Başqa bildikləri şey yoxdur deyə düşünürəm. Yəni, indi mən məsəl üçün artıq 8 ildir bu işdəyəm və milyonlarla trafik getdiyim saytlar oldu. Məsələn, LinkedIn-də var, paylaşıram. Demək olar ki, çox saytlarla işləyirəm. Amma intervyu prosesində də görürəm, belə də görürəm. Mənim özüm, məsələn, case studylərim var. İndi yəqin ki, podkastda qulaq asanlar görür, bilir onu. Ancaq öz praktikamda da götürüb 4 ildir, 5 ildir yazıram və scroll edib uşaqlara göstərdim, kollar edirdik, kiməsə kömək edirdim. Yəni, təlim o vaxt keçəndə göstərdim. Ancaq real case'lər. Orada o qədər fərqli şeylər var ki, yəni internetdə oxuduğun şeylər orada yoxdur da. Bu nə mənada deyirəm? Yəni sadəcə blog yazıram. Məsələn, gəlir e-commerce gəlir blog yazır. Amma məsələn başa düşmür ki, əslində bu intention fərqlidir. Məsələn, öz praktikamdan deyim, Zauru tanıyırsanız. Zaur mən Ramin bir dənə proyektdə idik. Orada buradan da salamlarımızı göndərək Zauruna, Raminə. Bu orada ən böyük problem nə idi? Demək ehtiyac hissələri saytı idi. Biz istəyirdik ki, sataq da nəsə. Amma məsələn, orada işlədikləri adam, hansı ki, əvvəllər işləyiblər, o götürüb ora blog yazmışdı. Mən ona başa sardım ki, sonra gələn, deyirdi ki, biz niyə görə önə çıxmırıq? Məsələn, Tapaz çıxır, biz çıxmırıq. Məsələ əslində Tapazın güclü domen olmağı deyildi, ən əsas. Təbii ki, o da bir faktordur, amma ən əsas o deyildi. Ən əsas məsələ o idi ki, blog informativ kontentdir. Yəni, bir insan nakladka haqqında niyə informativ kontent oxumaq istəsin? Yəni, zövq üçün evə nakladka da alıb qoymaq olmaz da. Yəni, prosto ya alırsan, ya almırsan da. Girdin, seçmək, bu dəqiqə sənə lazımdır. Yəni, məsələn, blog yazanda ki, Nissan nakladkalarının, Nissan əyləcilərinin hansı yaxşıdır? Bu insanlara maraqlıdır və Google bunu başa düşür. Başa düşür ki, bu keyword nakladkalar axtaran adam, ya indi Azərbaycanca onu bilmirəm deyə deyirəm. Bunu axtaran adam əslində nə istəyir? O başa düşür ki, bunu o götürüb segmenti və başa düşür ki, nakladka axtaran adam bundan əvvəl 1 milyon nəfərin 95% gedib alıb və ya elan saytındakı nömrəyə klikləyib gedib götürüb.
zəng eləyib. O başa düşür intentionu. Sən də götürüb bloq yazsan və fikirləşsən ki, qabağa çıxacaqsan. Əslində elə bir şey yoxdur. Necə ki, plov bişirmək yazanda videolar çıxır, avtomobil ehtiyat hissələri yazanda sənə location çıxır. Çünki insanlar plov bişirəndə videoya baxmaq istəyir, amma ehtiyat hissəsi yazanda bu dəqiqə yaxın bir yeri tapmaq istəyir. Birinci növbədə o intentionu başa düşmək lazımdır. Biz hər yerə eyni şey eləyirik. E-commerce-ə gəlib bloq yazır. Mən xəstəxanaya gedir, bloq yazır. Qarışdırıb da. O özlüyündə o sistem belə işləmir. Yəni hər bir keyword-ün qarşılığı tamamilə fərqlidir. Necə ki biz kafeyə gedəndə başqa cür danışırıq, amma evdə başqa cür, xəstəxanada həkimlə başqa cür. Amma xəstəxanadakı həkimlə kafedəki kimi danışsaq, konflikt düşə bilər. Ya kafedəki ilə həkim kimi danışsaq, o da biz başa düşməyə bilər. Google-da da eyni məntiqdir. Keyword bərabərdir intention. Ona görə bizdən böyük problem o intentionu başa düşməməkdir. Hamı elə bilir ki, gedirsən, bloqu yazırsan və önə çıxırsan. Amma belə bir anlayış yəni yoxdur. Kaş olardı, amma yoxdur. Yəni. O qədər rahat deyil. Maraqlı. Həqiqətən. Elşən müəllimi çox belə düşündürdü. Elşənə baxıram bu yaxdan nəsə düşündür elə. Yox, mən əslində yenə deyirəm də, bu IT Talks-u əslində bir yerə çıxartdım. Biz bir il ərzində müəyyən bir səviyyəyə gətirib çıxartmışıq da. İndi bəlkə də biz bəyin dediklərini eləsəydik daha belə yuxarılara gəlib çıxa bilərdik. Müəyyən qədərini yəqin ki, eləmişik ki, yenə də bu səviyyədə də pis deyil. Sadəcə bir şey ağlıma ilişdi. Siz bundan əvvəlki sualda dediniz ki, ChatGPT ilə yazmaq və çox istifadə eləmirik. Yəni ChatGPT ilə kontent yazdığımız zaman ki, bu gün kontent menecerlərin mən bu arada bir şey görmüşəm. İndi söhbətə keçirəm. Biz indi misal üçün öz təhsil mərkəzimizə SMM, content menecer falan axtarışında olduğumuz zaman mənə bəzən elə CV-lər gəlir ki, yəni adamlar sadəcə tamamilə fərqli bir sahədə çalışırlar, tamamilə də. Sadəcə vakansiyanı görüblər və deyirlər ki, mən bunu eləyə bilərəm. Çünki SMM-liyi yalnız post paylaşmaqda, girsin schedule eləsin, post paylaşsın, kontenti də ChatGPT-dən nəsə yazsın, versin ora və s. bu cür başa düşürlər və tamam başqa sahənin adamı olsalar belə rahatlıqla orada, məsəl üçün bundan əvvəl tibb bacısı yazmışdı ora. Girdi bir dənə sildi onu, yazdı, SMM göndərdi mənə. İfsədə yəni bu cür məntiqlə sabah mühasibatlıq görsə bir də onu silib mühasibatlığa göndərəcək və s. Yəni bu tipli bir yanaşma var idi da və mən həqiqətən ondan narahat oldum ki, bu kontenti yəni yazmaq həqiqətən mənə görə çətin işdir. Çünki bəzən özüm bu formada yazdığım zaman oturub fikirləşirəm də, bu necə yazaq ki, bu qəşəng bir maraq doğursun da və ya videoda nədən danışaq ki, maraq doğursun. İndi sözümün canı nədir? Bu həqiqətən kontent yazmaq, ümumiyyətlə ChatGPT ilə bunu nəsə etməkdirmi və ümumiyyətlə mənim ChatGPT ilə yazdığım kontent doğrudan irəli çıxmamaq deyə bir variantı olurmu, yoxsa çıxırmı irəli? Yəni bunu bir dənə izah edərsiniz. Həm biznes tərəfdən bunu izah edeyim, həm də özünüzə məsələn sual vereyim və siz Google olsaydınız bunu necə görərdiniz? Təsəvvür edin ki, sizin əsas gəliriniz publisherlardır, yeni kontent yaradanlar. Yəni Google əgər kontent yaradılmasa axtarışlar azalacaq, axtarış azalsa pul azalacaq da. Google'un logikası budur. Google-da kontent azalsa avtomatik GPT-də də azalacaq. Çünki internetdən sörf eləyir, çəkir. Maksimum dərəcədə internet anlayışında belə virtualda kontent çox olmalıdır və Google-da gəlib onu tapa bilməlidir. Saytlarda çox yazılmalıdır. Google-un birinci məntiqi insanların kontent yazmasıdır. Çünki insan yazması generative AI nədənsə nəyisə generate edir. Yeni bir şey generate edəmir. Yəni olmayan bir şey yarada bilməz AI. Abstrakt nələrsə təsəvvür edə bilər. Amma məsələn dünyada olmayan bir əməliyyat var. Onu bir professor gedib araşdırıb tapa bilər də. Onu bir AI tapa bilmir. Professor tapandan sonra AI onu təkmilləşdirə bilər. Generative AI-dır bu. Yəni trained AI-lar bəlkə bir nə bilim neçəsə 100 il sonra olsa bəlkə də onlar nəsə edə bilər. Amma bunlar pre-train olub da, nəyəsə öyrənib hələ. Burada mənim əsas demək istədiyim odur ki, tutaq ki, Google birinci növbədə istəyir ki, insanlar kontent yazsın. Və transformer məsələsini, o transformation bayaq dediyim algoritmi Google özü verib GPT-yə. O həmin birinci variant buradan bilir ki, AI bunu necə yazır. İkinci variantda siz Google olsaydınız, sizə kimin kontent yazmasını daha üstün tutardınız? Yəni insanı mı, yoxsa AI-ın mı? Burada iki dənə sual ortaya çıxır. Bir biznes tərəf, pul tərəfdir. İkinci məsələdə AI yazdığı kontentdə 4-5, indi mən çox texniki şeylərə girməyəcəm, amma 5-6 şey var ki, onu çox rahat hiss edə bilirsən. Birinci, emosiya yoxdur. İnsan sosial varlıqdır. İnsan təcrübə qatmaq istəyir, hiss qatmaq istəyir. Məsələn, AI yazır ki, Əli məktəbə gedir, dərslərini oxuyur. AI belə yazır. İnsan yazır ki, Əli məktəbə getməyi sevir və dərsdə əylənərək öyrənir. İnsanda bir perspektiv var, insani baxış. Yəni Əli
Əliyə bir kənar baxış var, əli hərəkətlər var, emosiya var, əli dərslərini sevərək öyrənir, sevərək oxuyur. Amma GPT-də o yoxdur. GPT-də sadə və qrammatik səhv yoxdur. GPT-də ardıcıllıq standartdır və paraqraflar arasında əlaqə yoxdur. GPT-də hallyusinasiya çoxdur. Yəni məsələn GPT-yə sual ver ki, kofe ziyandır, deyəcək yox, kofe xeyirdir. Yaz ki, sən səhv yazdın, deyəcək bağışla səhv yazdın. Və ya heç səhv yazmasan, deməsən belə, o sənə prosta səhv informasiyanı verə bilər. Ya da məsələn GPT yazır ki, filan researchlərə görə araşdırıblar ki, alimlər hadisələr belə olub. Məsələn, bu perspektivdən alimlər araşdırıb. Soruşsan hansı researchdir? Deyir elə bir research yoxdur. Və Google onun hallyusinasiya olduğunu başa düşür. AI çox ümumi informasiya verir və orada şəxsi bir təcrübə olmur. Heç kim öz yanaşmasını, AI öz yanaşmasını yazamaz, çünki AI bir şəxs deyil. AI kimlənsə yanaşmasını yaza bilər. Bunun üçün ona prompt verməlisən. Çox detallı prompt verməlisən və detallı prompt verəndə belə müəyyən sözlər var da. Müəyyən sözlər var ki, AI ancaq onları istifadə edir. Məsələn, mən GPT ilə yazılan kontentləri oxuyum, sıracı başa düşürəm. İkonlardan, oradakı şərtlənmədən, oradakı bullet pointlərdən, oradakı standartdan mən özüm başa düşürəm. Yəni, çünki özüm çox istəyirəm. Elə-də 90% də çox bilinən olur. Niyə görə? Çünki məsələn, jurnalistika oxuyanlar, tibb üzrə yazanlar və ya kontentin ümumiyyətlə olduğunu başa düşməyənlər, bunlar promptu nə verir? Mənə falan şey haqqında yaz. O da götürür, yazır. O birisi də onu verir, bu birisi də bunu verir və baxırsan ki, hamısı bir-birinə oxşuyur. Amma Google-un istədiyi məntiq o deyil. Google istəyir ki, insanlara yaxşı kontent verə bilsin. Məsələn, AI-ın məntiqi, GPT-nin məntiqi sənə informasiya verməkdir. Düz və ya səhv olduğu məntiqində deyil. Yəni, onun, daha doğrusu, diqqətində deyil. O istəmir sənə düz və ya səhv versin. O sənə prosta cavab verir. Amma Google bunun tam əksinədir. Google-un istədiyi şey isə sənə nisbətən güvənilir mənbələrdən, yəni dolayısıyla güvənli kontent verməkdir. Yəni, Google bilmir ki, bu düzdür yoxsa səhvdir. Yəni, onu düz olub səhv olduğunu biz real həyatda deyirik də, ki, bu düzdür yoxsa səhv. Amma, məsələn, güvənli mənbələr var ki, onların yazdığına Google inanır və onun yazdığını sənin önünə çıxardır. Dolayısıyla sənə düzgün məlumatı vermək istəyir Google. GPT-də bu yoxdur. Və GPT ilə yazılan kontentdə dediyim kimi, məsələn, biz kontent yazanda orada yüzlərlə alqoritmi nəzərə alırıq. GPT bunların heç bir nəzərə almır. GPT prosta nəsə yazır. Yəni, nəsə demək üçün nəsə deyir də, belə deyim. Prosta nəsə danışmalıdır və o nəsə deyir. GPT-də nəsə yazırsan və insan nəsə yazır. İnsan nəsə yazır dediyim, oturub başdan axıra insan yazmalı deyil də. Müəyyən strukturu GPT-yə qurdurub, daha sonra oturub humanize eləyə bilərsən də onu, insani editlər eləyə bilərsən. Həm ona hisslər qata bilərsən, onu müəyyən alətlərlə düzəldə bilərsən. Oturub oxuyub ümumiyyətlə başa düşə bilərsən ki, bu yaxşıdır yoxsa pisdir. Nəticədə sən onu yazsan bir insansan və sənin özün də bir insansan da. Özünü oxursan ki, bu mənə xoş gələrdi yoxsa yox. Və məsələn AI videolar çıxır indi. Bu AI videolar çıxanda yenə də insanlar qayıdır orijinal videolara baxır. Çünki multfilm kimi AI-lar bu bir yerdən sonra insanları bezdirəcək. Kontent də elədir. Oxursan heç nə demir. Yəni son vaxtlar mən məsələn internetdə nəyisə oxuyanda qabağıma çıxır və görsən ki, yazıb amma heç nə yoxdur da, içində informasiya yoxdur. Çox danışırıq, e-mail yazmağa yaxşıdır, ümumi şeylərə çox yaxşıdır. Amma sən oturub onunla konkret kontent yazdırmaq istəsənsə, bu qərəzlidir. Yəni, o çox çətin bir şeydir. Məsələn, Google-da belə bir şey var. Konsensus məntiqi var Google-da. Konsensus nədir? Məsələn, sən keto pəhrizi haqqında yazırsansa, mən də yazıramsa və yüzlərlə insan deyirsə ki, bu ziyandır, yüzlərlə insan deyirsə bu faydalıdır, onu rank eləmir. Önə çıxartmağa çalışmır onu. Çünki burada konsensus, alqoritm başa düşür ki, burada bir qərəzlilik var və bunu önə çıxartmaq olmaz. Amma məsələn, GPT-də bu yoxdur. GPT prosta sənə verir və sən desən ki, keto pəhrizi haqqında yaz, GPT sırası bir dənə kontent yazır və sən onu paylaşacaqsan, quantity olaraq, rəqəm olaraq saytında bloqlar artır. Nəticə olaraq nəsə artırmı? Yox, artmayacaq. Artan saytlar varmı? Var, amma orada o demək deyil ki, onlar sadəcə GPT-nin kontentinə görə artır. Gedir, məsələn, domenin 20 yaşı var, domen çox güclüdür. Google-da sandbox anlayışları var. Yəni, necə ki, sənin 20 il tanıdığın insanla güvən bağın başqadır, 5 il, 3 il, 10 ay ayrıdır. Google-da da eynidir. 20 ilin saytlarına alqoritm başqa cür yanaşır, 3 ayın saytlarına başqa cür yanaşır. Ona görə 20 ilin saytları elə yazanda onlara nisbətən müəyyən qədər stabil saxlayır, amma 3 ayın sayt yazanda ümumiyyətlə onları rank eləmədiyi olur. Bizdə məsələn nə qədər sayt var ki, o GPT-də yazırsan və heç bir nəticə vermir. Nə qədər mən test edirəm. GPT təzə çıxanda 2022-nin dekabrında çıxmışdı.
Mən özüm də test etdim, baxırdım ki, bu çox standartdır və ya GPT-nin özünü nə qədər məhkəməyə veriblər. Onun haqqında researchlər var. New York Times-dan, BBC-dən hazır məqalələri prosta gətirib copy paste edir. Yəni yazdıqları məqaləni insanlar heç gedib yoxlamır ki, bu plagiatdır yoxsa yox. Scrape-dir çoxsu. Gedib prosta çəkib gətirir, gedib çəkir. Sadəcə işi sürətləndirib, rəqəm olaraq hər şey yaxşıdır, amma yenə də arxadakı o məntiq itib də, yəni arxada yüzlərlə məntiq var və prompt vermək yoxdur. Heç kim düzgün prompt verə bilmir. Yəni məncə bu kontent yazmağa insanlar computer science üzrə oxuyub gəlməlidir. Yəni sən bilməlisən ki, arxada o texnologiya necə işləyir də, o fikirləşən kompüterlər ümumiyyətlə nə deməkdir? Yəni məsələn çox adam deyir ki, kompüter AI insanı əvəzləyəcək və s. Yəni onun real olacağını fikirləşən bir adam kontent yazmağa gəlməməlidir də. Yəni elə abstrakt fikirlər burada yoxdur. Burada hər şey rəqəmdir də, yəni 0-1. Başa düşəndə ki, necə işləyir, o zaman yazırsan. Bəs indi biz biraz çox dərinə getdik də, bir yol çəksən. Yəni biraz belə deyim də, bizim özümüzə də maraqlı idi. Bizim özümüzə də çox maraqlı idi. Ona görə suallarımız çoxdur. Yeni başlayanları qabağa çəkməliyəm yoxsa yox? Çəkirsən də narahat olma. Çəkməliyəm yoxsa yox? İndi tapmışıq müəllimi. Maksimum dəstək idi. Maksimum hep dəstək tamdır. Elşən müəllim hazırlaşırdı. Keçən həftə əslində biz çəkiliş eləməli idi. Olmayanda məyus olmuşdu. Mənə deyirdi ki, Akan, sən can bu çəkilişi eləyək də bir-iki suallarım var. Bəs bu yeni başlayanlar olsa, o hansı bilik bacarığı olmalıdır? Bir yol xəritəsi bizə deyə bilərsinizmi? Bu gənclərə nə cür dəstək olmaq olar? Əsas məsələ, yəni məsələn kontent yazmağa gəlməmişdən qabaq birinci başa düşmək lazımdır Google necə işləyir. Yəni Google'da işləyirlər də bu adamlar. Yəni Google'un işlərini görürlər. Google'a yaxşı önə çıxsın deyə iş görürlər belə deyim. Amma başa düşməyəndə Google necə işləyir? Elə bir Photoshopda işləyirsən, amma başa düşmürsən bu necə işləyir. Prosta şəkil kəsirsən. O zaman nə olacaq? Sən Photoshop'u bilən bir adam olasın, dizayner olmayasın. Eynən də bu onun kimidir. Yəni sən başa düşməlisən ümumiyyətlə proses necə işləyir və digər bacarıqlar çox önəmlidir. Bunun birinci məsələsi marketinq, o insanları başa düşmək sənətidir də. O deyir, is about understanding of people. Bizdə isə o başa düşülür ki, understanding of tools. Amma tool məsələsi yoxdur. Yəni, sən toolla başa düşə bilməzsən mən nə fikirləşirəm. Sən sadəcə rəqəm olaraq məni görə bilərsən, amma hər şey rəqəm deyil. Amma məqsəd burada, yəni birinci tərəf insanı başa düşməkdir. SEO tərəfi insanı başa düşmə prinsipi. Niyə görə elə yaxşı nəticə verir? Çünki başa düşürüm, xəstə adam nə fikirləşir. İndi bu etik, bəlkə səslənməyə bilər, bunu qətiyyən o niyyətlə şey eləməmişik, amma başa düşürdüm ki, xəstə olan adam bu dəqiqə nəsə cavab axtarır, düzdürmü? Bu dəqiqə nəsə cavab axtarsa, ona ilk həll, ona ən sürətli həll kimi gələcək. Çünki bu dəqiqə həkim onlayndırsa və bu dəqiqə bu ağrıyırsa, avtomatik olaraq nə olur? Diş ağrıyanda nə olur? Qabağa çıxan ilk adama girib tez ilk bloqu oxursan ki, bir dən nəsə olur. Biz də o nöqtədən başa düşdük ki, əgər bir adam gəlib bir şey axtarırsa və qabağına o momentdə çıxsa ki, həkim onlayndır, bu oxuduğum bloq və personalize yanaşsa ki, məsələn, aritmiya ilə bağlı sualım var, gəl kardioloq onlayndır, sual ver, avtomatik yazacaq və elə də oldu. Yəni 8%-ə qədər bir conversiondan söhbət gedir və 80.000 adam. Yəni Azərbaycanda bəlkə tip sahəsi Azərbaycana gələndən 80.000 lead sosial şəbəkədə ümumiyyətlə olmayıb. Yəni 80.000 çox böyük bir rəqəmdir. Instagramda reklam qoyursan, $100 xərcləyirsən, ən yaxşı halda 50 nəfər yazar, 30 nəfər yazar, 200 nəfər yazsın. 80.000-ə qədər gör nə qədər pul xərcləməlisən. Və bu bir il ərzində olmalıdır. Yəni bu milyonlarla pul deməkdir. Bu birinci növbədə insanı başa düşmək. İkinci məsələdə alqoritmi başa düşmək. Bu iki tərəf arasında da ciddi bir bağ yaratmaq. Amma da məsələn mən tövsiyə eləmirəm nəyi? Prosta 2 dənə bloq oxusan və gəlsən kontent yazsın. Bu sən böyüyə bilmirsən də, bu alınmır. Bunu tənqidi mənada da demirəm. Mən ümumiyyətlə Azərbaycan bazarında heç kimi tənqid ya da heç nə demirəm. Yəni mən elə ki yoxam da belə deyim. Görmürəm bu mənada. Ona görə nə yaxşı, nə pis heç nəsə demirəm, amma ümumilikdə daha yaxşı olar ki, məsələn remote-da insanlar daha yaxşı pul qazana bilir. Xarici şirkətlərdə daha çox işləyə bilir və ya yeni şirkətdə gedib yaxşı rezultat vermək lazımdır da. Prosta klik qalxır belə, impression qalxır belə və o da dikə bombadır. Məndə yəni elə saytlar var ki 900 milyon, 1 milyarda yaxın impressionu var Azərbaycanda. Yəni bunlar xəbər saytları var, deyirəm də milyon yarım bir klinika var, qargo şirkəti var, 400.000 aylıq. Hər cür dost tanışınsa, hamısı dostlarımdır. Ona görə mən tövsiyə edirəm ki, birinci
alqoritmin necə işlədiyini başa düşsünlər. Və biz də elə fikirləşirik ki, məsələn, gəlir kargoda işləyir, bir də gedir və ən kritik lotereya, gamblingdə işləyir. İki ən kritik sahəni deyim də. Daha doğrusu bir tipdə işləyir, bir də gambling. Qumar və tip. İki dənə illegal sahədə. Illegal dediyim nədir? Your money, your life alqoritmi var. Your money, your life-a görə, dünya protokoluna görə sən bettingdə və tipdə və sığortada, bir də içkidə reklam qoya bilməzsən və bu reklamları qoysan belə lisenziya ilə qoymalısan, dövlət tərəfindən lisenziya, bir də ki, onlarda yazdığın kontentlərə görə məsuliyyət daşıyırsan. Və burada ən böyük məsələ nədir? Adam tipdə yazdığı kontent yanaşmasını gedir gamblingdə də eləyir. Gamblingdə elədiyini gəl xəbərdə də eləyir. Tamamilə bu səhvdir. Çünki xəbər tamam başqa alqoritm dəyərləndirir. Xəbər alqoritmlər pul yazan alqoritmlərdir. Yəni transactional cost deyirlər, ona pul yazır. Sən xəbəri dəyərləndirən alqoritminlə klinika tip sahəsində dəyərləndirən alqoritm bir-birinə tamamilə başqa-başqa alqoritmlərdir. Sən götürüb ikisinə də eyni şeyi yazsan, təbii ki, burada problemi onsuz da yaşanacaq. Çünki biri başqa cür dəyərləndirir, biri başqa cür. Bunun dəyər meyarında sənin yazdığın şey yoxdur. Ona görə də qatıb qarışdırırlar da. Yəni tam olaraq hər yerə eyni şey. Copy-paste. O elə bir şey yoxdur da. Yəni bu standart bir şey deyil ki, sən gedəsən və hər yerə bas getsin. Eyni şey. Elə bir anlayış yoxdur. Yəni hələ bunun məsələn e-commerce var. Dərman sahəsindəki e-commerce-la adi e-commerce arasında dağ boyda fərq var. Tamamilə fərqli şeylərdir. Yenə arxada fərqli alqoritmdir. Ya da kitab satırsansa, kitabdakı alqoritminlə satdığın kitabın tipinə görəki alqoritm dəyişir. Müəllifi olan kitablar var. Məsələn, çəki azaltmaq. Məsələn, çəki azaltmaqla bağlı kitablar satırsan, diyeta ilə və bir dənə də nutrisiolog var, o da satır bunu. Sən bunu satan prosta, nə bilim, 2 ay kursa gedən, sonra diyetoloq olanlardır. Bir də ki, adam nə tibb universitetini bitirib, diyetoloq olub, sonra nutrisiolog olub və s. Bunlar tamamilə bir-birindən fərqlənir və sən başa düşməyəndə ki, bu niyə işləmir, nə qədər kontent yazsanız o işləməyəcək. Birinin arxasında nutrisioloqun imzası var deyə işləyə bilər, birində yoxdur deyə işləməyə bilər. Birində sənin yazdığın, məsələn, Kamran adında məsələn də diyetoloqdur tutaq ki. Kamran diyetoloq Google tərəfindən başa düşülür ki, bu kimdir. Onun yazdığı kontent daha yaxşı rank ola bilər. Mən eyni şey yaza bilərəm, rank olmaya bilər. Müəllif orada çox rol oynaya bilər. Arxadakı alqoritmin dəyərləndirməsi tamamilə fərqli ola bilər. Pis vaxtda düşə bilərsən. Google-un öz baqı ola bilər. Core update-lər var, hər il update edirlər. O momentə düşə bilərsən, heç nə əldə edə bilərsən. Sən başa düşməlisən ki, o stresli periodda nə edəsən. Yəni ona görə məncə sırası kontent yazmaq bir şey. Bizdə kontent yazmaq sözləri ard-arda düzmək kimi başa düşülür. Əslində elə bir logika yoxdur. Orada başa düşürsən ki, bu Google necə cavab götürüb. Məsələn, bizdə Dostidə indi biz Amerika bazarındayıq. Dostidə məsələn biz kontent yazırıq, orada bir çox məntiq işlədirik. Məntiqlərdən biri Boolean question'dur. Boolean question proqramlaşmanın əsaslarından biridir. If, else var. Yəni bu olmasın, bu olsun. Məsələn, o kontentdə də elədir. Tutaq ki, məsələn, adam sual verir ki, bizdə pet tech-dir də, itlərlə və heyvanlarla bağlıdır. Pet tech-də adam sual verir ki, Doberman ət yeməlidirmi? Məsələn də, ümumiyyət sual. Bizim cavab Boolean məntiqi səndən tələb edir ki, bəli, yeməlidir, gündə bu qədər. Bu ardıcıllıq belə düzülməlidir. 100% belə düzülməlidir. O zaman sən rank edir. Çünki Google gəlir baxır, deyir ki, sual və generated bir question. Bu sual bununla nə qədər uyumludur? Sözləri vektorlara bölür, məntiq belə işləyir. Vektora böləndə hər bir sözə bir dəyər verir. Deyir, Dobermandan sonra yemək sözü gələ bilər, hə, gələ bilər. Nə qədər yeyir, gələ bilər, hə, bunun cavabı nə olmalıdır? Konkret bir string olmalıdır, string qaytarmalıdır və arxada eyni proqramlaşmadır da, arxadakı məntiq. Və sən bilməyəndə ki, Google ilk cavabı necə başa düşür. Sən oraya yazılan heç bir şeyin bir önəmi yoxdur. Yəni, başa düşməlisən, ümumiyyətlə arxadakı necə dəyərləndirir də, onun işləmə prinsipini başa düşmədən necə kontent yaza bilərsən? Yəni, yazmamalısan. Çünki özü və ziyandır da, yazıb özünü, mən görürəm uşaqlar, yazıb özünü alladırlar. Yəni, mən onlara deyirəm ki, yazma bunu ona görə yox ki, sən pis yazsan da. Yəni, mənlə sənin aranda əslində heç bir fərq yoxdur da. Prosto ki, oxusan məndən daha yaxşı olasın. Burada nə var ki? Prosto get oxu ki, özün özü vallatma. Yəni, sahibkar o ki, də bugün Əli var, sabah Vəri, o birisi İsfəndiyar. Başa düşdüm də, bir gün bu da qutarır. Amma tutaq ki də, burada müəyyən klik var və insanlar buna uyur. Amma sən böyümək istəyirsənsə, bu qədər simple yanaşmamalısan da hadisələrə. Biraz özün də başa düşməlisən ki, bəlkə hər şey səhv gedir, bəlkə problem var. Yəni, ona görə məncə birinci başa düşməlidir ki, ümumiyyətlə sistem necə işləyir və niyə bunu yazıram? Məsələn, şirkətlərdə belədir, keywordləri götürüb atırlar, o da götürür, tap düzür. Başa düşmür, hara nə düzür. Məsələn, bir dənə
misal çəkim. Yəni tutaq ki, sən zeytun yağından danışsan. Cümlənin əvvəlində zeytun yağından danışdığın moment, məsələn, yeməklərə zeytun yağı əlavə etdiyimiz zaman zeytun yağı ürək xəstəliklərinə və s. faydalıdır. Buna əlavə zeytun yağı öndə olanda Google cümlənin nə ilə bağlı olduğunu başa düşür. Amma sən zeytun yağını sona qoyanda zeytun yağının sentimenti itir, ağırlığı və o başa düşmür ki, söhbət nədən gedir. Yəni ilk olaraq məsələn eyni o məntiqdə sən götürüb prosa zeytun yağı sözünü gedib axırda işlədəsən. Həm məntiq olaraq işlətmirsən. Heç başa düşmürsən ki, burada zeytun yağını işlədə bilərəm yoxsa işlədəmərəm. Məsələn zeytun yağı. Ona görə keyworddən işləyə bilmə bacarığı yoxdur. Necə koderlər ya developerlər kodu necə yazırlar? Ardıcıl. Kod ardıcıl işləyən bir şey random analiz edə bilməz də. Arxadakı məntiq ardıcıllıqdır. Kompüter elmləri nədir? Ardıcıl mexanizmdir. Bu necə random dəyərləndirə bilər? Deməli bunun dəyərləndirməsi bir standartdır da. Deməli kontent bir standart olmalıdır. Arxada mən Google-un injineri olsam, gəlib necə yazaram? Necə başa düşürəmsə elə yazaram da. Başqa variant yoxdur. Mən necə anlayıram ki, bu spamdır? Onu koda çevirərəm. Bir ardıcıllığa salaram. Üstədə o ardıcıl işləyən bir şey təsadüfən dəyərləndirənməz. Ona görə bizdə kontent məsələsi bizdə problemdir. Tək bu SEO-da deyil də Amazon bir də ən böyük problem o birinci sualda o remote tapmamaq indi ağlıma gəldi. Ən böyük problem bir dənədir. Təkcə Google-a fokuslanırlar. Halbuki bunun Yandex-i var, Bing var, Amazon var, B2B var, SaaS var. Bunların hamısı axtarış motorlarıdır. SaaS produktlar üzrə məsələn. Amazon daxilində var, Trendyolda var, Temuda var. Orada da axtarırlar. Yəni orada da mütəxəssislər var. Sonra Yandex. Yandexin məntiqi biraz alqoritmlər oxşar olsa da biznes məntiqi başqadır. Bing tamamilə başqadır. Baidu var Çində. Məsələn Çinlə də indi tərəfdə başlayıb Azərbaycan. Məsələn Çin dilini öyrənib keyboard işləmək var. Bomba vakansiyalar var. DuckDuckGo var. Hamısı yəni göstəricilərdir. Nə qədər danışdım? Mən bu podkastda bir də baxacağam. Mən fikir verdim. Siz danışırdınız Müzəffər müəllim. Mən fikir verdim ki, Arif müəllim oradan qeydlər götürür. Elşən müəllim CV-sinin üstündən DevOps-u sildi, SEO mütəxəssis yazdı. İndi Temudur, Trendyolda hər yerə CV atacaq. Biz həmişə burada video çəkəndə, Aydın videolarını çəkəndə, obşim indi bəy dediniz görürəm ki, düz eləmişik. Birinci misal üçün də kiber təhlükəsizlik haqqında şey deyəndə uşaqlar başlayır ki, mən filankəs o filankəs, gündə belə filan şeylər olur. Deyirəm dəqiq saxla. Denən ki, niyə kiber təhlükəsizlik olmaq, mütəxəssis olmaq istəyir və niyə DevOps olmaq istəyir? Birinci bu sözü deyil. O scroll var da. Məsələn mən belə eləyəndə o eşidim də bir 2 saniyə eşitdim ki, bu nə dedi mənə? Niyə DevOps? DevOps məni deyil, getdi. Bunu getsin. Ya da DevOps-dan baxım görüm nədir bu? Deməli düz edilmişik amma. Bütün gün ChatGPT ilə yazışır. Gecən də baxıram ki, yazır ki, sən qızsan yoxsa oğlansan. Bütün gün yəni ki, oradan nəsə öyrənməyə çalışır. Belə Müzəffər bəy həqiqətən hər biri bir-birindən dəyərli qızıl məlumatları idi. Mən siz danışa mənim ağlıma hətta 1-2 dənə də şey gəldi. İnşallah podkast bitən kimi onların qeydini aparacağam ki, gedim tətbiq edim. İnşallah. Həqiqətən təşəkkür edirik sizə. Çox sağ olun vaxtınız. Mən zarafat eləmirəm, podkastda bir də baxacağam çünki qeydlərimi aparmalıyam orada bəzi məsələlər. Qeydləri aparıb da notepad-da yazın. Deyərik podkastdan sonra paylaşar bizlər. Bu podkastdan sonra Arif bəyin satışları artır. Arif bəy 3-cü otağı götürür. Deyirəm də bizim ayağımız düşərli oldu. Biz gələndə bir otaq. Amma bizə yenə eyni qiymət. Bəli. Nəysə, bu söhbətlər podkastın söhbətləri deyil, əziz tamaşaçılar. Bizə ödəniş ödənmir ki, Arif bəy biz onu reklam eləyirik. Ona görə də eləmirik reklam. Bəli. Harda olduğumuz da deyil. İstəmədən reklam eləyirik amma. Həqiqətən zarafat bir yana çox gözəl, çox dəyərli informasiya oldu. Çox sağ olun, vaxtınızı ayırdınız, gəldiniz, dəyərli informasiyaları bizdən öyrəndiniz. Mən hətta buradan belə deyim də bu sahəyə başlamaq istəyənlərə Müzəffər bəyin LinkedIn profilini və sair izləməyi məsləhət görürəm. Kəmran sən də çox sağ ol ki, Müzəffər bəy tanış elədin bizlə. Nəsə bir sözünüz? Can sağ olun. Sualınız. Uzun ömür. Müzəffər bəy. Təşəkkür edirəm. Bugünkü podkastımız marketing, SEO, Googling və s. bu haqqda idi. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bizi izləməyi, bizi paylaşmağı unutmayın və sonda o möhtəşəm sözümüz öyrənin. Öyrədin.